Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə soyuq müharibə dövründən danışacağıq. Görək soyuq müharibədə nə baş verir və soyuq müharibə sonrası dünya necə irəliləyib. Baxaq, ilk öncə biz yadınızdadsa 2-ci Dünya müharibəsi barədə danışanda deyirdik ki, məhz 2-ci Dünya müharibəsində Atlantika xartiyası imzalanmışdı 1941-in avqustunda. Həmin Atlantika xartiyası gələcəkdə belə deyək, anti-Hitler koalisiyasının yaranmasında mühüm rol oynayacaqdı. 1942-nin yanvarın 1-də isə Atlantika xartiyasına digər dünya ölkələrinin bir neçəsi, bir 20-yə yaxın dövlət də qoşulmuş və həmin Atlantika xartiyasının 42-ci il yanvarın 1-də digər dövlətlərin qoşulması ilə orada bir bəyannamə imzalanmışdı. Birləşmiş Millətlər Bəyannaməsi. Birləşmiş Millətlər Bəyannaməsi ilə biz BMT-nin yaradılmasında ilk addımı atmış olmuşduq. 1942 yanvarın 1-i Birləşmiş Millətlər Bəyannaməsinin imzalanması ilə ilk addım atıldı. Artıq BMT-nin yaradılması üçün ilk addım budur. İkinci addım isə yada salaq 1945-ci ilin biz deməli aprel ayını. 1945-ci ilin aprel ayında isə bir digər bir konfransımız var idi. Yalta və yaxud Krım konfransı. Həmin konfransın gedişatında isə nə baş vermişdi? Gələcəkdə yaradılacaq BMT-nin iş prinsipləri orada müəyyənləşdirilmişdi. Bu da BMT-nin yaradılmasında bir digər addımımız. Nəhayət BMT yaradıldı 1945-ci ilin iyun ayında. 1945-in iyun ayında biz ABŞ-ın San Francisco şəhərində konfrans olur. Həmin konfransın qərarı nəticəsində isə nəhayət BMT yaradılır. BMT-nin yaradılması 3 mərhələdən keçdi. Birinci mərhələ Atlantika xartiyasına dünya ölkələrinin qoşulub Birləşmiş Millətlər Bəyannaməsinin imzalanması. Bu birinci addım, ikinci addım. 1945 Krım konfransında BMT-nin iş planı, iş rejimi müəyyənləşdirilir. 1945-in yayında, iyun ayında isə San Francisco konfransında BMT yaradılmışdır. Bəs BMT-də nə var? BMT harda yerləşir əsas mərkəzi? BMT-nin əsas mərkəzi yerləşir New York şəhərində və belə deyək ki, dünyanın ən böyük təşkilatı, siyasi təşkilatı hansıdır desək, cavabımız bizim olmalıdır. Birləşmiş Millətlər Təşkilatı. Birləşmiş Millətlər Təşkilatının rəhbəri, yəni rəhbər vəzifəsi SR-də olduğu kimi baş katib adlanır və BMT-nin də özünün əsas 2 dənə ali orqanı var. Bunlardan biri Baş Məclis, bir digər isə Təhlükəsizlik Şurasıdır. Baş Məclis ildə bir dəfə iclasa toplanır, sessiya keçirirlər, cəmi bircə dəfə və burada hamı iştirak edir. Bircə dəfə olur və hamı iştirak edir Baş Məclis. Təhlükəsizlik Şurasının isə 5 daimi üzvü var. Bu 5 daimi üzv 2-ci Dünya müharibəsinin qalibləri olan ABŞ, SSR, Britaniya, Fransa və Çindir. Və bununla yanaşı onlar daimi olaraq fəaliyyət göstərirlər. Yəni ildə bir dəfə yox, hər zaman fəaliyyət göstərir Təhlükəsizlik Şurası və onların 5 daimi üzvü ilə yanaşı bir də bəzən qeyri-daimi üzvlər də olur 2 ildən bir. Məsəl üçün Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və 2012-13-cü illərdə BMT-də belə deyək, qeyri-daimi üzv olaraq fəaliyyət göstərmişdir. Davam. BMT-nin bəs digər hansı qurumları var? BMT-də var UNESCO və Azərbaycan tarixindən bildiyiniz o mədəni siyahılarını salan, yəni bu bir növ mədəniyyətlə bağlı təşkilatdır. Var üst nədir? Səhiyyə təşkilatı var. Koronavirus vaxtı çox tez-tez eşitdik bu ifadəni. BVF, Beynəlxalq Valyuta Fondu və bir də UNICEF var ki, bu da uşaq fondudur. Bununla yanaşı BMT-nin son olaraq əsas məqsədlərindən danışaq. Təbii olaraq xalqlar arasında əməkdaşlığı möhkəmləndirmək, dünyada sülhə nail olmaq, bütün münaqişələri sülh vasitəsilə həll etmək və bununla yanaşı ölkələr arasında dostluğu inkişaf etdirmək. Bu kimi əsas məqsədlər də vardır. İndi keçək əsas məsələmizə, soyuq müharibənin başlanması. İlk öncə 2-ci Dünya müharibəsi bitəndən sonra artıq kapitalistlərlə kommunistlər ayrı-ayrı bir cəbhələrə toplanmağa başlayırlar. Və biz sual verilir, soyuq müharibənin başlanmasını biz hansı hadisə ilə götürürük? 1946. Keçmiş sabiq İngiltərənin baş naziri olan William Churchill ABŞ-ın Fulton şəhərində bir çıxış edir və həmən çıxışında xalqa bildirir.
Avropanın üzərinə dəmir bir pərdə çəkilmişdir və bu dəmir pərdə uzun müddət qalxmayacaqdır. Bu dəmir pərdə deyildikdə 2-ci Dünya müharibəsindən sonra SSR-nin Şərqi Avropada apardığı işğallar, işğal elədiyi ərazilər nəzərdə tutulur və buna görə də William Churchill deyir ki, artıq Avropada belə bir dəmir pərdə var və biz deyirik 1946 elə bu hadisə ilə soyuq müharibə artıq öz başlanğıcını götürür. Dəmir pərdə artıq çəkildi və soyuq müharibə 1946-dan artıq başlayır. Tamam. Keçdik ikinci bir məsələyə. Böyük İttifaqı gəlin dağıdaq. Böyük İttifaq, böyük üçlük deyiləndə ağlımıza hər zaman Stalin, Allah rəhmət eləsin, ABŞ-ın prezidenti Franklin Roosevelt və William Churchill gəlirdi, düzdürmü? Həmən bu üçlük, bunlar böyük üçlük, böyük İttifaq adlanırdılar və nəhayət bunların sonuncu bir görəcəkləri iş var. 1947-ci il Böyük İttifaq axırıncı dəfə bir masaya oturur və məqsəd nədir? Məqsəd sonuncu bir addım olaraq məğlub olan ölkə Almaniya və onun müttəfiqləri ilə yeni sülh müqavilələri bağlamaqdır və nəticə etibarilə qərar alınır ki, Avropada 1937-ci il sərhədləri bərpa olunsun və SSR-nin 1939-40-cı illərdə etdiyi bütün işğallar tanınsın. Şərqi Avropada etdiyi bütün işğallar beləliklə SSR-nin rəsmi surətdə tanınacaqdır. Bundan sonra artıq bu belə deyək, Böyük İttifaqın son icrası olur və artıq biz böyük üçlükdən və yaxud Böyük İttifaqdan artıq bir daha danışmırıq. 1947 Alman və onun müttəfiqləri ilə olan son müqavilə. Tamam. Belə olanda 1946-47-ci illərdə ABŞ-da hakimiyyətdə olan prezident Harry Truman SSR-nin Şərqi Avropada artıq öz mövqeyini gücləndirdiyini görür və Qərbi Avropaya da SSR-nin təsiri yayılmasın deyə ABŞ nə etməyə başlayır? ABŞ artıq başlayır Qərbi Avropa ölkələrinə köməklər etməyə. Bunun üçün Harry Truman 2 dənə plan hazırlayır. Biri Truman doktrinası, bir digər isə Marshall planı. Truman doktrinasında nə nəzərdə tutulur? Getdik xəritəyə. Truman doktrinasına görə 1. Yunanistan, 2. Türkiyə. Truman doktrinasına görə ABŞ, Türkiyə və Yunanistanda SSR-nin təsirini azaltmalıdır. Onlara yardım göstəriləcək, həm maliyyə, həm hərbi və həmən bu yardımdan SSR-nin buradakı belə deyək, nüfuzunu artırmaq çabaları boşa çıxacaq. Bunun vasitəsilə nə oldu? Artıq Truman doktrinasının məqsədi nə imiş yoldaşlar? Türkiyə və Yunanistanda SSR-nin nüfuzunu zəiflətmək və Türkiyə və Yunanistanı SSR-dən qorumaq. Buradan bir növ onlar da kapitalistlər də SSR-yə qarşı bir sədd çəkməyə çalışırlar. İstəyirlər ki, SSR buradan da cənuba doğru yaxın şərqə enməsin. Bu iki tərəf düşsə, təbii ki, Aralıq dənizinə çıxış əldə olunur və bu da SSR üçün şərqdə və cənubda irəliləmə deməkdir. Truman doktrinasından danışdıq, indi gələk Marshall planı. ABŞ da eyni ildə Marshall planını da qəbul edir. Marshall planı əsasında ABŞ keçmiş müttəfiqləri olan İngiltərə, Fransa və ümumilikdə bütün Qərbi Avropa ölkələrinə maliyyə yardım edəcək və həmən maliyyə yardımları qeyri-şərtsiz şəkildə olacaq. Bu maliyyə yardımlarının əsas məqsədi müharibədən çıxmış Avropa ölkələrinin iqtisadiyyatlarını bərpa etməkdən ibarətdir. Və Marshall planı bütün Qərbi Avropa ölkələrinə şamil olunurdu. Deməli, Truman deyildi, Yunanistan və Türkiyə ağlımıza gəlir. Marshall planı deyildikdə bütün Qərbi Avropa ölkələri. Və salam, bununla da artıq Avropada bir növ iki xətt çəkilmiş oldu. ABŞ bir növ öz müttəfiqlərinin yanına çıxdı, yanına çəkdi və SSR ilə öz müttəfiqləri arasına böyük bir sədd çəkdi. Artıq ara qarışır, yavaş-yavaş vəziyyət dəyişir. Dünya artıq həqiqətən iki qütbə bölünüb. SSR, Sovet Rusiyası və bir də təbii olaraq qərbdə ABŞ. İrəliyək, görək yenə bizim başımıza nə gəlir. İndi qərb bloklarını yaradaq, şərq bloklarını yaradaq. İlk öncə 1949-dan başlayaq danışmağa. North Atlantic, Şimali Atlantika Xartiyası, Şimali Atlantika Müqaviləsi Təşkilatı, NATO. 1949-da Avropa ölkələri qərb bloku özünün hərbi ittifaqı olan NATO-nu yaradır. NATO-nun mərkəzi Brüssel şəhərində yerləşir. NATO-nun əsas yaradıcısı ABŞ-dır. Bununla yanaşı ABŞ-dan yanaşı burada Kanadada xüsusilə iştirak edir və bununla yanaşı biz deyə bilərik
Bununla yanaşı biz deyə bilərik, nə deyək, buradan irəliləyək. NATO hərbi təşkilat, hərbi blokdur, kommunizmə qarşı yaranıb, 1949-da yaranıb. Daha sonra bizim qardaş ölkəmiz olan Türkiyədə 1952-ci ildə məhz bura qoşulmaq üçün müqavilə imzalayıb bura qoşulacaq. Hansı ki, Türkiyənin bura qoşulması üçün ABŞ şərt qoşur ki, sən mütləq şəkildə gedib Koreya müharibəsində iştirak eləməlisən. Əgər Koreya müharibəsində iştirak etməsən, biz səni NATOya qəbul eləməyəcəyik. Türkiyə də məcbur burada Koreya qoşun göndərir və 1952-ci ildə NATOya daxil olmaq üçün haqq qazanır. 1952-də NATOya hansı ölkə qəbul olunur? Söhbət gedir Türkiyədən. Tamam. İqtisadi gərək blokadan danışaq. Avropa İqtisadi Birliyindən. Avropa İqtisadi Birliyi bu adından da göründüyü kimi İqtisadi Birlikdir. Hər blok NATO İqtisadi Birliyi, Avropa İqtisadi Birliyi 1957-ci ildə yaradılıbdı. Əsasını Fransa və AFR təşkil edirdi. Qurucuları əsas bu iki dövlət idi və daha sonra Böyük Britaniya bura daha sonradan qoşulmuş bizim dövlətimizdir. Böyük Britaniya bir növ Avropa ölkələrinə qoşulub inteqrasiya olmaq istəmir. Bu dövrdə hələ özünün güclü olduğunu, daha Avropa ölkələrinin hegemon olduğunu hiss edir. Lakin zaman keçdikcə artıq bu ittifaqa qoşulmalı olduğunu düşünür və 1973-də Böyük Britaniya Avropa İqtisadi Birliyinə qoşulur. Lakin müasir dövrümüzdə 2020-ci ildə Brexit planı var. Həmən Brexit planına əsasən Böyük Britaniya deyir ki, mən Avropa İqtisadi Birliyini tərk edirəm. Çünki Avropa İqtisadi Birliyində yer alan Avropa ölkələri iqtisadi cəhətdən zəifdir və onlar mənim iqtisadiyyatımı, Böyük Britaniyanın iqtisadiyyatını daha da geriyə çəkirlər. Və buna əsasən 2020-ci ildə İngiltərə nə edir? Brexit planı ilə Avropa İqtisadi Birliyini tərk edir. Beləliklə Avropa İqtisadi Birliyindən də danışdıq, Qərb blokunu yekunlaşdırdıq. İndi keçək Şərq bloku, yəni sosialistlər, kommunistlər. Görək bu kommunist Rusiya SSR nə etməyə çalışır. Ümumiyyətlə 1940-cı illərin ikinci yarısı, yəni 45-ci ildən sonra 45-46-cı illərdə bütün Şərq Avropa ölkələrində demək olar ki, SSR-nin rejimləri bərpa olur. Çexoslovakiya olsun, Rumıniya olsun, Polşa olsun, Macaristan olsun, hətta Yunanistana az qala çatırdı ruslar. O qədər irəliləmişdilər. Yugoslaviyanı da ələ keçirəcəklər və burada tək partiyalı planlı iqtisadiyyata malik diktatura rejimləri quracaq SSR və bura SSR-nin kukla dövlətləri olacaq. Daha sonra SSR görür ki, Avropa Qərb blok yaradır. Belə onda isə deyir, mənim onlarda nə əksiyim var? 1949-cu il SSR yaradır GİŞ. GİŞ nədir? Qarşılıqlı İqtisadi Yardım Şurası. Adından da göründüyü kimi bu bir növ nədir? Avropa İqtisadi Birliyi ilə rəqabət üçün var. GİŞ qarşılıqlı İqtisadi Yardım Şurası ona görə yaradılmışdı ki, qoy Avropa bu dövrdə ABŞ nə edirdi? Avropa ölkələrinin iqtisadiyyatını bərpa etməkdən ötəri Marshall planına əsasən yardımlar verirdi. İndi SSR nə etmək istəyir? SSR deyir ki, narahat olmayın da, mən də GİŞ yaratmışam. Mən də bunun vasitəsilə sizə nə edəcəm? Yardımlar eləyəcəm. 1949 GİŞ necə bir şeydi? İqtisadi idi. İqtisadiyyat əsaslı idi və 1949-cu ildə yaradılmışdı. Kommunistlərə aid bir iqtisadi təşkilat idi. Bəs SSR hansı hərbi təşkilatı yaradacaq? 1955 Varşava müqaviləsi təşkilatı. Həmən Varşava müqaviləsi təşkilatı isə bir növ NATO, Avropanın yaratdığı həmən hərbi siyasi bloka qarşı yaradılmışdı və beləliklə Şərq blokumuz da artıq tam şəkildə təşkilatlanır, artıq güclənir. Bu dövrdə bizim bir dənə əsas maraqlı bir xüsusiyyətimiz var ki, SSR 45-ci, 46-cı illərdə hələ atom silahına malik deyildi. Ancaq 1949-a baxaq. 1949-da ilk dəfə atom silahını tam şəkildə sınaqdan keçirir SSR və bu uğurlu olur və beləliklə SSR-də atom silahına, nüvə silahına malik olmuş olur. Bununla da dünya artıq soyuq müharibədə daha gərgin bir dövrə qədəm qoyur. Çünki artıq hər iki ölkə, hər iki qütbün nüvə silahı var və artıq qüvvələr nisbəti bərabərdir. Tamam.
Soyuq müharibənin ilk böhranından danışaq. Ümumiyyətlə, SSR axırıncı dəfə Çexoslovakiyanı işğal edərək 1948-ci ildə nə edir? Burada hakimiyyətini ələ alır, Çexoslovakiyanı tutur və beləliklə bura artıq ona aiddir. Sonuncu dəfə işğal olunan zonadır Çexoslovakiya 1948. Daha sonra məqsəd fırlanır hara? Toparlanırlar, gəlirlər. Burada görürsünüz bu qırmızının içində balaca bir göy yer var. Bura SSR-nin payına düşən Almaniyanın şərq hissəsi, şərq işğal zonasıdır və burada Berlin şəhəri var. Həmin o mavi olan hissə 3 dənə Berlin şəhəri bildiyimiz kimi 4 işğal zonasına bölmüşdü. Bir tay SSR-yə, digər üçü isə Fransız, İngilis və ABŞ-lara verilmişdi. Və indi 1948-49-da burada ilk böhranımız yaşanacaq. Soyuq müharibənin ilk böhranı harda yaşanıb? Ərazi olaraq söhbət Almaniyadan gedir. Neçənci ildə? 1948-1949-cu ildə. Baxaq, nə baş verir bu dövrdə? Belə ki, ilk öncə bu dövrdə belə deyək də SSR ABŞ-a qarşı ilk addım atır və Berlinin qərb hissəsini blokadaya alır. Belə bir vəziyyəti görən ABŞ blokadadır Berlin və ora ərzaq çatdırmaq lazımdır. SSR ora ərzaq verməyə icazə vermir. Buna görə ABŞ hərbi təyyarələr vasitəsilə səmadan Berlinin qərb hissəsinə başlayır ərzaq yardım etməyə. Lakin bu vaxt getdikcə daha da uzanır, vəziyyət gərginləşir. Ancaq artıq SSR görür ki, bunun bir nəticəsi yoxdur. Qərbi Berlini dirənim, ələ alım, işğal eləməyə çalışım. Bu alınmır, xeyir vermir və belə olanda SSR 1949-da geriyə addım atır və Qərbi Berlini blokadadan çıxarır. Beləliklə, Berlin şəhəri üstündə düşən ilk münaqişə Almaniyada baş verdi və soyuq müharibənin ilk böhranı Almaniyada oldu. 1949-cu ildə indi gələk bir digər məsələyə. ABŞ dedi ki, mən gəlin İngiltərə, Fransa birləşək, öz işğal zonalarımızı birləşdirək və burada bir dövlət yaradıq. Söhbət hansı dövlətdən gedəcək? Almaniyanın qərbində AFR, Almaniyanın şərqində isə ADR adlı bir dövlət yaranacaq. ADR SSR-nin, AFR isə Almaniya Federativ Dövləti isə bir növ yox, elə fərqi mənada kapitalistlərin, yəni ABŞ-ın qərb blokunun nəzarəti altında olan dövlətləri idi və beləliklə iki fərqli rejimə malik olan Alman dövlətinin yaranması soyuq müharibənin gedişatında soyuq müharibənin bir növ rəmzinə çevrildi. Davam. İkinci münaqişəyə getdik. Gedək uzaq şərqə. 1945 bildiyimiz kimi Yaponiya müharibədə ağır məğlubiyyətə məruz qalır və Yaponiyanın bu dövrdə işğal elədiyi ərazilər var idi. Bunlardan biri Koreya idi. 1945-də Koreyanın şimalına SSR, cənubuna isə belə deyək ki, burada əslində mən Vyetnamın yerini göstərirəm, bir dəqiqə burada səhvlik edirəm. Koreya burada olmalıdır. Deməli, gələk bura. Aha. Buradır Koreya. O aşağı göstərdiyim yer yoldaşlar Vyetnamda. İnşallah davamında oranı düzəldərik. Deməli, Koreya gələk. Şimalı SSR tərəfindən, cənubu isə ABŞ qoşunları tərəfindən işğal olunur. Bir növ burada iki tərəfli rejim yaradılır. 1948-də SSR şimal tərəfdə KXDR, Koreya Xalq Demokratik Respublikasını yaradır. Digər tərəfdən isə cənubda isə ABŞ isə Koreya Respublikasını yaradır. Bu ifadəni yadda saxlayın. Demokratik Respublikası ifadəsi sırf aiddir, məxsusdur, belə deyək, SSR-yə. SSR-in yaratdığı dövlət, kommunist ideologiyalı dövlətlərin adında həmişə bu XDR ifadəsi olur. Xalq Demokratik Respublikası. Bu ifadə çox vaxt bu qısaltma olur. KXDR. Beləliklə, şimal 1948-də şimalda KXDR, yəni kommunist Koreya, cənubda isə Koreya Respublikası, yəni kapitalist bir Koreya yaranır. Və bunlar arasında 1953-cü ildə soyuq müharibənin ikinci münaqişəsi olan Koreya müharibəsi başlayacaq. Müharibəni başladan tərəf Şimali Koreya dövləti olur. Koreya Demokratik Respublikası cənuba hücum eləyir. Bu cənuba hücumu BMT pisləyir və cənuba ABŞ-ın rəhbərliyi ilə böyük bir qoşun göndərir və bu qoşunlar vuruşurlar. Cənuba deməli BMT ilə ABŞ dəstək verir kapitalistlərə. Şimala isə SSR və bir də burada bizim bir kommunist ölkəmiz var, Çin. 1949-cu ildən bu arada yaddan çıxıb deyək, Çində də artıq kommunistlər hakimiyyətə gəlmiş və onlar da qişə daxil
daxil olmaqla qarşı İqtisadi Yardım Şurasına kommunistlərin bir növ əlini daha da gücləndirmişdilər. Davam elədik. Beləliklə Koreya müharibəsinə baxaq. Koreya müharibəsinin gedişatında hər iki tərəf ağır ziyan çəksə də, nəhayət 1953-cü ildə sərhədlər tam şəkildə müharibədən əvvəlki vəziyyətə qaytarılır. 53-cü paralel sərhəd olaraq qəbul olunur və Şimalla Cənubi Koreya arasında olan müharibə başa çatır. Beləliklə ikinci münaqişə ocağı da başa çatdı. Burada biz bir dənə hadisə də bildik. Bayaq 1952-də bura hansı dövlət ordu göndərmişdi? Türkiyə və buna görə də o 1952-də hara daxil olmuşdu? NATO-ya, bunu da yada saldıq. Davam. Buranın Koreya olduğunu, buranın da Yaponiya olduğunu bildiksə, davam edək digər bir münaqişələrimizdən. 1953 böyük bir hadisə. SSR-nin qurucularından təməlini atan insanlardan biri Stalin dünyasını dəyişir. Və Stalin dünyasının dəyişməsi ilə soyuq müharibə dövründə buzların ərimə dövrü başlayır. Buzların ərimə dövründə bu dövr Koreya müharibəsi artıq başa çatıbdır. Bir növ vəziyyət sakitləşir. 1957-ci il baxaq, SSR ilk dəfə Aya peyk göndərir. Kosmosa ilk dəfə süni peyk və beləliklə kosmos müharibəsində ilk öncəliyi SSR-i ABŞ-ı qabaqlamağı bacarır. 1959-cu ilə gələk mülayimləşməni başladıq. 1959-da Nikita Xruşov SSR-də hakimiyyətdə olduğu dövrdə ABŞ-a səfər edir və ABŞ bu səfər etməsi ilə mülayimləşmənin ən zirvə nöqtəsini biz yaşamış oluruq bu dövrdə 1959-cu ildə. Və 1961-də John Kennedy ABŞ-da hakimiyyətə gəlir və onun hakimiyyəti gələndən sonra isə lakin bir növ SSR ilə ABŞ arasında vəziyyət yenidən gərginləşməyə başlayacaq. Soyuq müharibəni davam elətdirməmiş bir şey barədə danışaq. 3-cü dünya ölkələri. Azərbaycan tarixindən keçdiyinizdən bilirsiniz, 2011-dən Azərbaycan Respublikası qoşulmayanlar, bloklara qoşulmayanlar hərəkatının özü, hətta bir neçə il onun rəhbər vəzifəsində də olubdu Azərbaycan. Bəs bu qoşulmama hərəkatı necə yaranıb? Qoşulmama hərəkatının əsasını kimlər qoyub? İkinci Dünya müharibəsi başa çatandan sonra dünyada üçüncü ölkələr yaranır. Üçüncü dövlətlər deyilir bu dövlətlərə. Bilək ki, bunlar hansı dövlətlərdir? Əvvəllər ingilislərin, rusların, fransızların, digərlərin müstəmləkəsi olub. Lakin artıq müstəmləkə deyil, nədirlər? Müstəqil dövlətlərdirlər. İkinci Dünya müharibəsindən sonra müstəmləkə sistemi dağılır və yeni dövlətlər yaranır. Bunlar üçüncü dünya ölkələri adlanır. Bu üçüncü dünya dövlətləri deyirlər ki, biz başqa bir dənə qütbü yaradıq. Bunun üçün 1955-də Bandung konfransını çağırırlar. Həmən Bandung konfransının gedişatında isə nə yaradılır? Qoşulmayanlar hərəkatı. Həmən qoşulmayanlar hərəkatının devizləri nədir? Yəni istədikləri. Bunlar deyirlər ki, biz bir-birimizin ərazi bütövlüyünə və sərhədlərini müqəddəs yanaşırıq və bir-birimizə təcavüz etmirik. Bir digər tərəfdən biz deyirik ki, biz birlikdə yaşayırıq, qarşılıqlı firavan və bizim aramızda heç bir zaman müharibə ola bilməz. 1961-ci ildə Belqradda konfrans çağırır. Belqrad konfransında isə artıq qoşulmayanlar hərəkatı tam şəkildə yaranır. Beləliklə, qoşulmayanlar hərəkatının yaranması üçün iki addım, 1955 Bandung, 1961 Belqrad hadisələri və bunun vasitəsilə artıq nə baş verdi? Artıq bir növ deyək ki, bu hadisə yarandı. Artıq qoşulmayanlar hərəkatı yarandı. Lakin qoşulmayanlar hərəkatı soyuq müharibədən öz nəsibini alacaq. Çünki bəzilərinə GİŞ, yəni SSR kömək edəcək, bəzilərinə isə ABŞ kömək dəstək verəcək bu ölkələrin və bunların verdiyi dəstəklərlə birlikdə həmən bu 3-cü dünya ölkələrdə müəyyən qədər SSR və ABŞ-ın tərkibinə qatılacaqlar. Bu arada unutdum, bu qoşulmayanlar hərəkatını yaradan dövlətlərin adını deyək. Birincisi buradan biz vurğulayaq Misiri, bir digər tərəfdən Hindistanı, bir də buradan Şərqi Avropa ölkələrindən Yugoslaviyanı götürək yoldaşlar. Beləliklə deyirik, qoşulmayanlar hərəkatını yaradan ölkələr Hindistan, Misir və Yugoslaviya olmuşdur. Bunu da vurduq yaddaşa, davam elədik. Elə isə soyuq müharibənin digər hissəsi ilə regional müharibələr dövrü. 1965-73 ən böyük regional müharibələrdən biri. Vyetnam müharibəsi ABŞ-ın qorxulu röyası. Belə ki, 1965-də Şimali Vyetnama SSR qoşunları girir. Cənuba isə yenə ABŞ və şimalda necə dedik, SSR dövlətləri necə adlanır? Kommunist ölkələrində həmişə nə ifadəsi olur?
XDR Xalq Demokratik Respublikası. Şimalda Vyetnam Xalq Demokratik Respublikası, cənubda isə yalnız Vyetnam Respublikası yaranır. Bunlar arasında mübarizə gedir və mübarizənin nəticəsi 1965-73-cü illəri əhatə edir. Vyetnam müharibəsi, həmin bu Vyetnam müharibəsi ABŞ üçün böyük bir məğlubiyyət olur. SSR burada böyük bir uğur qazanır və ABŞ-ı məğlub edir. ABŞ indiyənə qədər belə deyək, mövcudluğu dövründə hər hansı bir yerdə bu qədər böyük bir məğlubiyyət əldə etməmişdi və beləliklə SSR ABŞ-ı rəqibini məğlub etməyi bacarır və bütünlüklə Vyetnam kommunist dövlətin, kommunist rejimin əlinə keçir. Bu da oldu bizim üçün Vyetnam müharibəsi, regional bir müharibə idi. Vyetnam müharibəsi ilə yanaşı inşallah sizinlə danışarıq daha geniş şəkildə Ərəb-İsrail müharibələri ki, bu Ərəb-İsrail müharibələri də bu 60-cı illərdə baş verən əsas regional müharibələr sırasına daxildir. Lakin bu dövrdə ABŞ və SSR çalışdıqları qədər regional müharibələrə çox da belə deyək, böyümədən onların qarşısını alır, qarşısını dayandırırlar ki, bunlar daha böyük tipli münaqişələrə çevrilməsinlər. Tamam, baxaq, başqa danışaq nədən biz burada. Gələk münaqişələrimizdən danışaq yenə. Soyuq müharibənin əsas münaqişələri. Birinci ilk növbədə danışaq nədən sizindən. Gələk 1961 Yeni Almaniya. Necə ki, soyuq müharibənin ilk böhranı Almaniyadaydı. Yenə gələk 1961-də bir məsələ var. Berlinə gələk. Berlində bildiyimiz kimi iki işğal zonası var. Amerikanın, daha doğrusu kapitalistlərin deyək artıq və bir də SSR-nin. Və Berlində nə baş verir? SSR deyir ki, bircə dəqiqə, bizdən ADR-dən, Almaniya Demokratik Respublikasının ərazisindən əhali siz tərəfə, Qərbi Berlinə qaçır. Ya Qərbi Berlini verin bizə ADR-yə, ya da ki, ümumiyyətlə Qərbi Berlini verin BMT-nin idarəçiliyinə. Biz bezmişik da. Buna isə ABŞ tərəfi, nə də kapitalistlər müsbət yanaşmırlar bu təkliflərə. SSR belə olanda deyir, lap yaxşı. SSR orada nə edir? Berlin divarı çəkir. 1961. Berlinin daxilindən böyük bir divar inşa elətdirir, divar hördütdürür və beləliklə bu bir növ soyuq müharibədə Berlin şəhərində şərq və qərbi Almaniyanın daha da parçalanmasına təsir göstərən bir hadisə olur. Bu Almaniyada baş verən hadisə. İndi irəlilədik yenə qərbə. Gələk ABŞ-ın düz burnunun dibinə Kuba adası. Kuba böhranı 1962-ci il. 1962-dən hələ biraz qabaq gələk. 1959-da Fidel Castro'nun rəhbərliyi ilə Kubada böyük bir kommunist üsyanı qalxır və bu kommunistlər 1959-da Kubada hakimiyyəti ələ alırlar. Və lakin ABŞ bu burunların dibində bitən bir kommunist rejimi ilə təbii ki barışmır, qorxur və o dəqiqə gəmilərini, ordularını tez yığır Kubanın ətrafına. Lakin bilmədiyi bir şey var. 1962-ci ildə SSR nətərsə bir yoldan gəlib bura raketlər yerləşdirir. Və bu raket artıq dünyanın nüvə müharibəsi astanasında artıq bir düymənin taleyinə buraxır. Lakin həm SSR, həm ABŞ bu müharibənin, belə baş verəcək bir müharibənin necə olacağını başa düşür, nəyə gətirib çıxaracağını başa düşür və bunun üçün də nə edir? Hər iki ölkə deyir ki, gəl kompromisə gedək, gəl hər iki tərəf barışaq. 1962-ci ildə SSR ilə ABŞ razılaşır. SSR deyir, yaxşı, mən raketlərimi çıxarıram, qurbandırsa. ABŞ isə deyir ki, tamam, mən də deyirəm, mən də öz qoşunlarımı Kubadan çıxarıram, Kuba ətrafından Kubaya müdaxilə eləməyəcəm. Kuba kommunist rejimli ölkə olaraq qalacaq. Beləliklə, Kuba böhranında 1962-də bu şəkildə hər iki ölkənin təminatı ilə yekunlaşır. Tamam. Soyuq müharibədə bir digər mülayimləşmə dövrünə keçdik. 1960-cı illər yoldaşlar, soyuq müharibədə yenə mülayimləşmə başlayır. Bir səfər 1953-də başlamışdı, indi 1960-cı illərin ortalarından. Səbəb, birincisi, silahlanma pul tələb edir. Həm SSR, həm ABŞ, həmən bu silahlanmaya çəkdikləri pula görə çox əziyyət çəkirlər. 2. ABŞ-ın sırf öz səbəbini deyək, ABŞ Vyetnam müharibəsində böyük bir məğlubiyyət alır və xalq deyir ki, bezdik biz müharibədən. Müharibələrə artıq son. Müharibə aparmayaq. Artıq Vyetnam müharibəsi ABŞ-ın qorxulu rüyasıdır.
Davam 3. SSRİ. SSRİ-də isə o qədər silaha pul xərcləyirlər ki, SSRİ artıq əhaliyə paylanacaq çörək bişirməkdən ötəri taxıl tapa bilmir. Və bunun üçün də SSRİ nə edir? Məcbur qalır hətta 1963-cü illərə etibarən Qərbi Avropa ölkələrindən taxıl idxal etməyə başlayır, taxıl satın almağa başlayır. Və bu da həmin bu sadladığımız bu 200 səbəb 1960-cı illərdə SSRİ və ABŞ arasında soyuq müharibənin gedişatında mülayimləşmənin başlamasına gətirib çıxarır. Lakin bu dövrdə Şərqi Avropada SSRİ-nin hakimiyyətinə qarşı bəzi yerlərdə üsyanlar da baş vermir deyil. Belə ki, Çexoslovakiyada belə üsyanlardan biri baş verir. 1968-ci ildə Praqa şəhəri, Praqa baharı adlanan bir hadisə olur. Lakin bura Varşava müqaviləsi təşkilatı, hansı ki, kommunistlərin hərbi bloku müdaxilə edir və həmin bu hadisəni başlamadan belə deyək, boğur, yatırır. Bir digər bir hadisə SSRİ bu dövrdə özünün dostu ilə Çinlə müharibə aparmaq məsuliyyətində qalır. 1969-cu ildə adi bir sərhəd münaqişəsi. Sərhəddə yerləşən bir ada var, Damanski adası. Həmin bu ada uğrunda iki dövlət arasında münaqişə yaşanır və bu bir növ SSRİ-ni qorxusur. SSRİ deyir ki, aha, mən Çinlə müharibə apardım. Birdən Çin gedib indi ABŞ-la yaxınlaşar və mənim zəifləməmə gətirib çıxarar. Ona görə SSRİ deyir ki, ABŞ-dan bu dəqiqə münaqişə aparmağın yeri yoxdur. Çünki mənim elə də çox artıq əlimin altında nə resursum var müharibə aparmaqdan ötəri, nə də ki, ən yaxın dostlarımdan birini də itirmişəm. Vəziyyət gərgindir. Belə olanda SSRİ ilə ABŞ hər iki tərəf kifayət qədər səbəbi var ki, masaya əyləşsinlər və beləliklə 1972-ci ildə bunlar yenidən bir masaya əyləşirlər. SSM-1 Stratejik silahların məhdudlaşdırılması barədə birinci müqavilə imzalanır. Həmin müqavilənin şərtində nə deyilir? Deyilir ki, hər iki ölkə orta və yaxın mənzilli raketləri belə deyək ki, aradan çıxartmalıdır və həmçinin də deyirlər ki, neyniyək? Atmosfer qatına nüvə silah atmaq, atom bombası atmaq, bu kimi şeylər eləmək nədir? Bu kimi şeylər eləmək bizim üçün ciddi ziyandır. Gəl belə şey eləməyək. Beləliklə SSM-1 nə oldu? İlk öncə strateji silahların məhdudlaşdırılmasında mühüm rol malik oldu. Sırf buna yoldaşlar deyək ki, atmosfer qatında silahların istifadə olunması qadağandır. Bomba atmayaq, nüvə sınaqları yerləşdirməyək, bu kosmosa silah yerləşdiririk, bunun sayını azaldaq, bu kimi şeylər. Bu orta mənzilli, xırda mənzilli raketlər, bu ağlıma mənim 1985-dən gəldi, bunu itirin. Bu hələ qabaqdadır. Biraz qabaqda bunun barədə danışacağıq. Davam. İrəlilədik 1975-ə. 1975-ci il. Azərbaycan tarixindən eşitdiyimiz bir təşkilat var. ATƏM. Avropa Təhlükəsizlik Əməkdaşlıq Müqaviləsi. Bunun yaranmasına gəlirik. Gedirik biz hansı ölkəyə? Gedirik biz hal-hazırda Finlandiya. Gələk Finlandiya. Aha. Finlandiya. Baxaq görək. Burada nə var? Finlandiya ölkəsi 1975-ci ildə onun paytaxtı Helsinki şəhərində bir konfrans keçirilir. Həmin Helsinki konfransında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adlı bir sənəd imzalanır və beləliklə ATƏM yaranır. Həmin bu sənədi imzalayan 33 Avropa ölkəsi olur. Bunların içərisində ən əsası SSRİ, ABŞ və Kanada olur. Və bunlar nə deyirlər? Biz deyirik ki, dövlətlər arası əməkdaşlıq və insan hüquqlarını qoruyacağıq və bununla yanaşı ATƏM-ə daxil olan ölkələr hər birimiz, hər 33-ümüzün hamısı bir-birimizin ərazi bütövlüyümüzü tanıyırıq və bir-birimizin sərhədlərinə də hörmətlə yanaşacağıq. Beləliklə ATƏM 1975-də yarandı. Davam. Son soyuq müharibədə son tutaşma. Əfqanistan. Gəldik. Əfqanistan çöplüyü. Demək, xəritəmizdə Əfqanistanı tapaq burada. Görək Əfqanistanda nə baş verir. 1970-ci illərin ikinci yarısı. SSRİ birdən-birə qızışır və Avropada orta mənzilli və yaxın mənzilli raketlər yerləşdirməyə başlayır ABŞ-ın hədəflərinə qarşı. Və 1979-cu ildə soyuq müharibənin son tutaşması olan hadisə Əfqanistana qoşu yeridir SSRİ. Əfqanistana
qoşun yeridir və beləliklə soyuq müharibənin sonuncu mərhələsi, son tutaşması başlayır. SSR nəyə görə Əfqanistana qoşun yeridi? 1. Bu dövrdə SSR daxilində gərgin münasibətlər yaranmağa başlayır. Belə ki, xalqlar üsyana hazırlaşır. Beləliklə ölkənin daxili problemlərindən uzaqlaşdırmaq, xalqın fikrini yayındırmaqdan ötəri SSR bir növ Əfqanistana müharibə elan edir, müharibə açır. Bir digər tərəfdən ABŞ bu dövrdə siyasi İslamçılıqdan istifadə edir. Siyasi İslamçılıq da nədir? Bunları ABŞ fonlayır, bunlara pul yardım edir və bunlar vasitəsilə bir növ SSR tərkibində olan Türk müsəlman ölkələrində də kommunistlərə qarşı üsyan planlayır ABŞ. SSR bunu başa düşür və deyir, Əfqanistanda bu ABŞ-ın dəstəklədiyi rejim əgər uğur qazansa, bu mənim ərazimdə, Mərkəzi Asiya, Türk Respublikalarında, müsəlman ölkələrimdə nə edə bilər? Üsyanların başlamasına gətirib çıxara bilər və mənim ölkəm dağılır. Və buna görə SSR nə edir? Deyir, mən buna göz yumamaram. Və salam, Əfqanistana müdaxilə. Beləliklə, Əfqanistana qoşun yeridildi bu iki əsas səbəbə görə. Bəs ABŞ buna necə cavab verir? ABŞ dedi, deyən, səndə raket var, məndə yoxdur. ABŞ da raket yerləşdirdi Avropada öz ərazilərinə. Daha sonra ABŞ dedi ki, SSR-yə olan bütün taxıl tədarükü 1963-dən ki var, hamısını dayandırın, SSR-yə embargo. 1980-ci ildə Moskvada Olimpiya oyunları keçiriləcəkdi. Orada bir dənə sanksiya, embargo, heç kəs getməsin. Bununla yanaşı 1983-də ABŞ-ın prezidenti Ronald Reagan Ulduzlar müharibəsi planını elan edir. Belə ki, o kosmosda süni peyklər göndərib və həmən peyklərə silahlar yerləşdirib. Həmən silahlarla SSR-nin atom mənzilləri, atom bombası olan yerlərini, bütün hər yeri müəyyənləşdirib, oraları bombalayacağını iddia irəli sürür. Bu da Ronald Reaganın Ulduzlar müharibəsi planına aiddir və beləliklə vəziyyət SSR və ABŞ arasında daha da gərgin bir safhaya çıxır. Lakin soyuq müharibə SSR-in daxildən parçalanması nəticəsində bu mübarizədə SSR məğlub olacaq. Belə ki, gəldik, SSR uzun müddət tab gətirə bilmir. SSR-in iqtisadiyyatı artıq çökür və ən böyük hadisələrdən biri bu dövrdə Ukraynada Çernobıl şəhərində 1986-cı ildə bir faciə yaşanır. Atom elektrik stansiyası dağılır. Bu gün də hələ ondan əziyyət çəkirlər. O bölgə hələ də tam şəkildə sağalmayıb. Hətta Azərbaycanlılar da orada olubdular. Azərbaycanlı professorlar da, işçilər də orada əziyyət çəkiblər və s. ilə axır. Gələk, SSR bu Çernobıl fəlakətindən sonra ağır ziyan çəkir. Çernobıl fəlakətindən də hələ biraz irəli gedək. SSR artıq Əfqanistandan qalib gələ biləcəyini düşünmür. Vəziyyət çox pisdir və məcbur SSR nə edir? Gedir 1987-də ABŞ-da yeni bir müqavilə imzalayır. 1987-də SSR və ABŞ arasında imzalanan yeni müqaviləyə görə hər iki ölkə, indi deyirik diqqət, qısa və orta mənzilli nüvə silahlarının ləğvi haqqında müqavilə imzalayır. Qısa və orta mənzilli nüvə silahları artıq yox olacaq. Və beləliklə, soyuq müharibə dövründə, son dövrlərdə ABŞ-la SSR arasında münasibətlər yenidən yumşalmağa başlayır və 1989-dan isə artıq soyuq müharibənin başa çatdığında hətta bir növ deyə bilərik. 1989-da SSR müdaxilə edə bilmir, Şərqi Avropa ölkələri bir-bir öz müstəqilliklərini elan edir, kommunist rejimlər dağılır, diktatorlar asılır, edam olunur, Avropa ölkələri yenidən çiçəklənir, yenidən ayağa qalxır, bir partiyalı sistemlər ləğv olunur. SSR-in daxilində xalqlar alovlanır, xalqlar üsyanlar qaldırır. Hətta 1990-cı ilə gedək, Almaniyada ADR və AFR bu deməli Berlində müqavilə imzalayaraq hər ikisi könüllü surətdə birləşir və soyuq müharibənin parçalanma rəmzi olan ADR və AFR-in birləşməsi ilə müstəqil, belə deyək, vahid Almaniya dövləti 1990-cı ilin oktyabr ayından yenidən bərpa olunur. Bir digər tərəfdən 1990-cı ilin noyabr ayında ATƏM-in Parisdə, Fransada zirvə toplantısı olur. Həmən zirvə toplantısında isə yeni dünya nizamı, yeni Avropa üçün Paris xartiyası imzalanır. Beləliklə, Avropa ölkələri geniş sürətdə inkişafa gedir. SSR 1989-da məğlub olmuş vəziyyətdə Əfqanistandan sonuncu əsgərlərini də çıxarır. Beləliklə, son tutuşma da artıq başa çatıb və 1991-in dekabrında SSR daxildən bir-birini yeməsi vasitəsilə daxildən qalxan üsyanlar, azadlıq hərəkatları SSR-ni yıxır və 1991-in dekabrında SSR
dağılır, süquta uğrayır və beləliklə 1946 William Churchillin başlatdığı həmin o dəmir pərdə Fulton çıxışından, ABŞ-dakı çıxışından başlayan soyuq müharibə 1991-in dekabrında rəqib olan SSR-nin dağılması ilə başa çatır. Digər bir başlıq ataq. Soyuq müharibədən sonraki dövr. Bir qütblü dünya. Soyuq müharibə dövründə iki qütb var idi. SSR və ABŞ. Amma artıq SSR dağıldı. SSR dağılması ilə artıq iki qütbdən biz söhbət edə bilərik. Təbii ki, yox. Çünki qütbün biri artıq yoxdur. Rəqib sıradan çıxır. Artıq dünyada necə bir dövr başlayır? Tək qütblük. Tək qütblük dövrü artıq başlayır. Avropada, dünyada ABŞ yeganə fövqəladə dövlətdir və ABŞ-ın dediyi hər bir şey qayda, qanundur. Bir növ artıq bütün dünyanın fövqəladə gücü ABŞ-ın əlindədir və ABŞ-ın fövqəladə dövlət olduğu dövrdə nəyə görə ABC-ın qarşısına rəqibimiz çıxa bilmir bu dövrdə? Çünki rəqib çıxa bilərdi, ancaq mümkün deyil. Çünki Rusiya öz daxilində boğuşur. Rusiya hələ yeni toparlamaya başlayır. SSR-nin davamçısı olan Rusiya Putin 1991-2000-ci illərdə hələ toparlanma evrəsini yaşayır. Digər ölkələr isə, 3-cü dünya ölkələri isə hələ ABŞ-a baş qaldıra biləcək bir dərəcədə güclü bir dövlətlər deyillər. Hətta ABŞ tək qütblüyünü sübut eləyəsi olsaq, ABŞ-ın sözü ilə bütün dünyanı oturtdurdu onu. Bunun üçün Körfəz müharibəsini və bir də Balkan münaqişələrini misal çəkə bilərik biz. Həmin bu Körfəz müharibəsinin başladılması, İraqa müdaxilə olması da birbaşa ABŞ-ın istəyi idi. Həmin bu Balkan yarımadasında olan münaqişələrin də başlamasının və yaradılmasının başa çatmasında da ABŞ-ın mühüm rolu olmuşdu. Bir qütblüyün rolu. İlerleyək bir qütblü dünya dövründə bəs Avropada nə baş verir? Avropada 1990-cı ildən 1999-dan ATƏT-in Avropa Təhlükəsizlik Xartiyasına əsasən yeni bir konsepsiya yaranır. Avropa İttifaqı yaranır, Avropa Birliyi 1999-dan. Həmən bu Avropa Birliyi isə bir növ belə deyək də ABŞ-a qarşı yox, daha doğrusu yeni bir elə bil ki güc mərkəzi yaradır. Avropa Birliyinin yaranması. Belə bu da bu. Digər tərəfdən isə Rusiya ilə də Çin bu dövrdə 2000-ci illərin əvvəllərində yaxınlaşmağa başlayırlar ki, ABŞ dünyada tək başına bir qütblüyünü uzun müddət davam elətdirə bilməsin. Çünki bir qütblük heç də hər zaman yaxşı bir şey deyil. Tamam. 11 sentyabr hadisələri. Yəqin ki, bu hadisələri eşidirsiniz. Əkiz güllələrə təyyarənin çırpılması. 2001-ci il 11 sentyabr tarixində New York və Washington şəhərlərində terror hücumları olur. Əkiz güllələr vurulur New York şəhərində və digər hadisələr. Beləliklə dünya yeni bir şeylə, terrorizmlə tanış olur və ABŞ deyir ki, biz terrorizmə qarşı mübarizənin əsas mərkəziyik və terrorizmi yerliyindən, kökündən məhv edəcəyik və beləliklə dünya yeni bir dövrə qədəm qoyur. Artıq tədricən bir qütblük 2001-dən sonra yığılmağa başlayır. Artıq ABŞ bir qütblüyü cəmi 10 il yaşadı. Artıq 2001-ci ildən regional güclər ortaya çıxmağa başlayır. Məsəl üçün, yaxın şərqdə Türkiyə, İran, belə deyək, İraq bu dövrdə deyə bilmərik, artıq İraq zəifləyib. Digər ölkələr olsun, İsrail olsun, şərqdə Asiya sahillərində Çin olsun, Rusiya olsun, artıq bu bölgələrdə onlar möhkəmlənməyə başlayırlar. Lap biraz da qərbə geçsək bu dövrdə İndoneziya olsun. Bu İndoneziya dövlətdə bu dövrdə bir növ daha da güclənir, daha güclü bir dövlət olur. Bu kimi hadisələr artıq regional qüvvələrin, regional güclərin yüksəlməsinə gətirib çıxarır və ABŞ-ın bir qütblüyü artıq 2001-ci ildən sonra demək olar ki, başa çatır. Hətta bununla bağlı Rusiya prezidenti Vladimir Putinin bir çıxışı da var ki, tək qütblü dünya mümkünsüz bir şeydir. Bunu 2007-ci il Münhen konferansında ifadə edir bu fikirlərini Putin və deyir ki, bu ABŞ istəsə də bu tək qütblük nə tarixi cəhətdən doğru deyil, nə də ki bugünkü dünyamızda bunu etmək qeyri-mümkündür. Biz tək qütblüyün sona çatdığı hadisəni əgər ki, sizdən soruşsalar ki, bəs tək qütblük həqiqətən başa çatıb, artıq bunu bizə sübut edin. Bunun üçün biz nəyi göstərə bilərik, hansı hadisəni? Tarixdə 5 günlük müharibə var. 2008-ci ildə baş veribdi.
2008-ci ildə 5 günlük müharibə var. Rusiya Gürcüstan müharibəsi və bu müharibədə ilk dəfə ABŞ həmən bir qütblük yaranandan, SSR dağılandan ilk dəfə olaraq belə deyək ki, Rusiya müdaxilə eləyə bilmir. Bir növ birbaşa məsələyə daxil ola bilmir və sadəcə olaraq məsələni qınamaqla keçinir. Və beləliklə biz artıq deyirik ki, nədir? ABŞ tək söz sahibi deyil dünyada. Bir qütblü dünya artıq yenə yoxa çıxdı. Artıq regional qüvvələr var və bu dövrdən artıq Rusiyada bir növ regional güclərdən, ən güclü regional qüvvələrdən birinə çevrilir. Ümumiyyətlə, soyuq müharibə başa çatandan sonra biz yeni dövrə qədəm qoyuruq. Bu yeni dövrümüz yoldaşlar adlanır qloballaşma dövrü və qloballaşmanın əsas xüsusiyyətləri nədən ibarətdir? Qloballaşmada əsas rəqabət silahlanmada yox, əsas iqtisadi inkişafda və elmi texnologiyalarda gedir. Kimin iqtisadiyyatı güclüsə o dünya ölkəsi güclüdür. Kimin əhalisi yaxşı yaşayırsa o dövlət güclüdür. Kimin əhalisi daha ağıllıdırsa, daha savadlıdırsa, kimin əhalisi daha düzgün, daha inkişaf etdirici texnologiyalar tətbiq edir, yaradır, inkişaf elətdirirsə, bu ölkələr daha güclü olurlar. Və bu dövr nəyə görə qloballaşma deyirik? Qloballaşma nə deməkdir? Yəni inteqrasiya etmək, birləşmək, cütləşmək. Yəni bu dövrdə artıq Avropa ölkələri olsun, dünya ölkələri olsun, bir-birləri ilə aralarında münasibətlər möhkəmlənir. Dünya ölkələrinin çoxu bir-birinə yaxınlaşır. Artıq bu dövrdə bütün dünya ölkələri baltanı bir yerə vurmağa başlayırlar. Beynəlxalq terrorizmə. Hər kəsin məqsədi terrorizmi məhv eləməkdən ibarətdir və bunun ən bariz, ən uğurlu nümunələrindən biri 2020-23-cü illər arasında Azərbaycan Respublikasının həyata keçirdiyi terror əməliyyatlarıdır ki, həmin bu terror əməliyyatları ilə 20-21-ci əsrin terror mənbələrindən əsası hesab olunan erməni dövlətinin terror dövlətinin belə deyək ki, Artsaq Respublikasının varlığına son qoyuruq və bunu bir növ dünya nümunə olaraq da biz göstərmiş oluruq. Qloballaşan dünyamızda bizim G20 adlanan bir iqtisadi blokumuz da var. Bu 1999-cu ildə yaradılıb. Həmən bu G20 nədir? BMT-nin demək olar ki, üzvlərinin böyük bir qismi G20-yə də özvdülər. Sadəcə olaraq belə deyək də bu G20 nə dərəcə böyük bir təşkilatdır. Bunu vurğulamaqdan ötəri dünyada istehsal olunan məhsulun %90%-i demək olar ki, bu G20 ölkələrinin tərəfinə düşür, belə deyə bilərik. Və bununla yanaşı biz G20-nin bir də zəif cəhətini deyə bilərik ki, burada da nə deyirlər? Deyirlər ki, BMT üzvü olan 173 ölkə G20 qrupundan kənarda qalır və bu da G20 ölkələrin tez-tez tənqid olunmasına və qloballaşmanın əleyhdarlarının, yəni qloballaşmaya qarşı çıxanların G20-yə qarşı çıxışlar eləmə, üsyanlar eləməsinə gətirib çıxarır. Bu da bu kimi funksiyalar qloballaşma deyiləndə iqtisadiyyat və elmi texnoloji inqilabı nəzərdə tutun, ölkələrin birləşməsini nəzərdə tutun, G20 təşkilatını yadınıza salın, bu kimi şeyləri. Gəldik. Sonuncu bir məsələ, yekunlaşırıq. Ərəb baharı. 2010-cu il ilk dəfə Tunis bölgəsində başlayır. Bir nəfər adam özünü yandırır və domino etkisi yaradaraq ilk öncə Tunisdə, daha sonra Liviyada, Misirdə və daha sonra isə digər bütün yaxın şərq ölkələrində, bütün ərəb ölkələrində domino təsiri sayəsində bütün ərəb ölkələrində Ərəb baharı adlanan hadisələr başlayır 2010-cu ildə. Həmin Ərəb baharının əsas məqsədi buralarda, yəni ərəb ölkələrində olan diktator rejimlərin varlığına son qoymaq və bununla yanaşı belə deyək də demokratik rejimlərin yaradılması, xalqın rifahının təmin olunması məqsədləri daşıyırdı və beləliklə bu Ərəb baharı nəticəsində Tunis, Liviya, Misir, buradakı rejimlər tam şəkildə süquta uğrayır. Suriya və İraqda isə bu günə qədər davam edən vətəndaş müharibələri başlayır. Hansı ki, Suriyadakı artıq vətəndaş müharibəsi ötən il tam şəkildə başa çatdı, Əsəd devrildi. İndi vəziyyət biraz daha fərqli bir vəziyyətdir. 2025-ci ildə vəziyyət belə idi. İndi görək digər hadisələr necə cərəyan edir. Bunu da biz təbii ki, yaşayıb görəcəyik. Beləliklə, bugünkü mövzu izahatımız yekunlaşdı. Artıq 48 dəqiqədir mövzu izahatındayıq. Ümid edirəm ki, axıra qədər qulaq asanlar dediklərindən, danışdıqlarından müəyyən qədər bir çox izahlar, bir çox şeylər götürdülər. Allah sizin açıqlığı versin. Digər video izahatlarımıza görüşənə qədər sağ olun, salamat qalın.